Salam aleykum millət. Videoda sizi görməyimə çox şadam. Videoya keçməzdən əvvəl sizə qısa məlumat vermək istəyirəm ki, videomuz çox uzundur. Və buna görə də çayınızı, şirniyyatınızı hazır eləyin, keçək videomuza. Hər vaxtınız xeyir olsun. Bugün hava günəşlidir. Gözəl hava var. Dünən ustalarımız korobkanı sanki çəkiclə vurmuşdular. Videoda onu göstərəcəm. Bəli dostlar, maşını gecə ustadan çıxardandan sonra tam rahat evə gəldim. Amma ki, növbəti gün maşını işə salanda maşın drive modu görmədim. Gecə hər şey yaxşı idi, lakin bugün səhər maşını kodlayanda bir şeyin fərqinə vardım ki, sürət qutusu deməli D-ni görmür. İndi mən sizə onu da göstərəcəm. Mən internetdə onu araşdırdım ki, korobka avariyni rejimdə gedir, özünü sanki qəzadaymış kimi görür. Murada zəng elədim, xəbər elədim, dedi gətir baxaq. İndi hal-hazırda mən sizə onu göstərirəm. Siz də əgər həllini bilirsinizsə, kommentdə yazın zəhmət olmasa. Hal-hazırda maşınımızı işə salaq. Görürsünüz bu səsi uşaqlar. Səsə qulaq asın. Hal-hazırda getdi. Amma ki, diqqətlə səsə qulaq assaz. Orada bir dənə tak səs var. Yəni ustaların çoxu motorla bağlı bəhanə edir, lakin o motor deyilik. Düzdür, məndə hal-hazırda stakançıqlar adlanan bir şey var. O yəni düzəlməlidir, lakin bunun səsi Porsche səsi deyil. Yəni bütün ustaların çoxu bu səsi Porsche-na oxşadır, lakin bu səs Porsche deyil, Remenin səsidir. Bugün Remeni də dəyişəcək. Bu səs necə aradan qalxır, onu da sizə göstərəcəyik. Son 2 ildə demək olar ki, məni motorla qorxudurdular. Mənə deyirdilər ki, motorun Porsche-ni dəyişməlidir və s. kimi cümlələrdə ifadə edirdilər. Lakin bir ustamız var idi, artıq Bakıya gəldiyinə görə Ramin usta. Mən onu sizə göstərmişdim. Həmən Ramin usta maşına baxdı və dedi ki, remen dəyişilməlidir. Mən inanmadım və mənə sübut elədi. Yəni Porsche-ni deyilmiş. Yəni bizim ustalar adətən sırası bir dənə səs gələn kimi avtomatik Porsche-nin üstünə atırlar ki, ya Porsche-ni ya pistonda işləmir. Dəyişilməlidir. 1350 manata hazır elə gəl. Valla internetdə araşdırmaların nəticəsində belə bir elana rast gəldim. 2000 manata mühərrik. Day 1300 manata gəlib Porsche-ni dəyişməkdən üstünə 700 manata qoyub gəlib bir dənə mühərrik alardım da. Və siz nə düşünürsünüz? Yeni mühərrik yoxsa Porsche? Bunu rəylərdə qeyd edin zəhmət olmasa. Yəni sözüm buradan ustalaradır ki, mənim ustam da sizin kimi yəni motora baxdı və çarəsini tapdı. Əgər bilmirsinizsə, sonrası YouTube-da bir təliminə baxın. Çünki yəni biz sürücülər götürüb yəni bir şeyə 1350 manat bəhanə edirsiniz, ortada gəlib heç nə alınmır. Uzun sözün qısası, baxın, görürsüz hal-hazırda parkovkadadır, düzdür? Məndə hal-hazırda ötürücülər qutusunda nasazlıq var. Yəni çox ağır işləyir. Baxın, misal üçün R, N. Baxın, maşın tərpəndi, amma lakin işarəsi gəlmədi. Baxın, görürsünüz, səhərdə işığı yanmayıb, amma maşın gedir. Uşaqlar, hal-hazırda gedirik ustalarımızın yanına. Baxmayaraq ki, maşınımızın sürət qutusu qəza şəraitində özünü görür. Bilmirəm, 39'larda sizdə də elə olubmu, olmayıbmı? Hal-hazırda mənə heç bir avariyni rejimi göstərmir. Yəni ki, sadəcə D-nin ışığı yanmır da, yəni. Amma maşın gedir, maşında ki, baxın. Yəni orada hesabla bəlkə də 10 km/saatda gedir ya getmir. Hal-hazırda nəqliyyat vasitələrinə də maneəçilik törətməmək üçün avariyini yandıraq ki, yanımızdakı olan sürücülər bizi ötüb getsinlər. Bunu da bildirmək istəyirəm ki, bu kanal 5-10 il maşın sürənlər üçün deyil, təcrübəsi olmayanlar üçündür. Ustamızla əlaqə saxladım, problemi izah etdim. Usta dedi ki, narahat olma, ya evakuatorla gətir və yaxud da ki, yavaş-yavaş çıx gəl yanımıza. Hal-hazırda da hərəkət eləyirik. Nəysə uşaqlar, bugünkü işimiz almacıq, sırğaları dəyişmək olacaq və sürətlər qutusunun trosunun dəyişməsi olacaq. Çünki dünən Ramin usta da bildirmişdi ki, trosun orada yeyilir və vaxtı çatıbdır qısacası. Hal-hazırda gedirik. Yəni sırğalar və almacığı dəyişməyimizdən məqsəd odur ki, hansısa bir balaca manevr etdiyimiz zaman maşından sanki latoka düşmüşük kimi bir effekt verir. Baxın, yolda cüzü bilmirəm səs eşidirsiniz yoxsa yox. Yolda latok yoxdur halbuki. Amma ki maşın çırpına gedir. Dədə-baba 90-cı illərin şkafını daşıyıram bu dəqiqə. Yəni elə bir boşluq var. Baxın səsə. Görürsünüz, yəni normalda bu belə olmamalı. Neysə. Artıq gəldi, çatdıq qaraja. Bu nədir usta? Üst keşə və prokatdır. Dünən o söhbət var idi. Əlimi vuracam, bu bir də buradan getməyəcək. Ay elə də oldu yəni. Allah haqqı elə də oldu.
Maşın bu dəqiqə dığını görmür. Ancaq birdə gedir. Sənə nə dedi? Seyid nəvəsinin ahı. Qaraja gəlməyə lazımdır ölücü. Bu təzədir deyəsən. Qalovka təzədir deyəsən. Özdə ki, o qədər yorğun idim ki, maşının üst qapağına nəsə qalovka adlandırırdım. Nəysə, orada özünüz onsuz görəcəksiniz də neçə dəfə demişəm. Amma təzə kimi görsən, ustalarımız hal-hazırda iş aparırlar. Evəş qapını açıldı. İndi növbəti bizim maşınımıza keçdiyi halda sizə çəkib göstərəcəm. Sizdə də belə bir bənzər səs varsa, İbrahim Ustanın yanına yaxınlaşıb, o problemi dəqiqləşdirib aradan qaldıra bilərsiniz. Baxın, çox qarajda görə bilməyəcəyiniz bir şeyə bu dəqiqə şahidi olursunuz ki, yəni bir maşının üstündə 4 nəfər iş aparır. Murad ustamızın yanına bir dənə X5 gəlir. Murad, neçə motordur bu? 4. Hədə X5-dir də, yəni 4 da olmalıdır. Əfsanədir də yenə də. Hal-hazırda bu maşının da komuturla bağlı nəsə işləri var. Silinməlidir. Dərdi çoxdur Muraddan dediyinə görə. Yəni 4-4-ün belə görünməyi adətən nadirən olur. Yəni buna baxın. Çox ideal vəziyyət, düzdür. Amma qırılan sidenka deyil. Buna baxın, yəni pnevmaları da. Yəni adətən artıq alverçilərin daha çoxu X5 satdığı zaman, yəni X5-lərin çoxunu bu dəqiqə pnevmasını sökürlər ki, belə həm sata bilsinlər, həm də ki, prujin əlavə verirlər, amma ki, o yaxşı bir seçim deyil. Baxın, bu da Murad Ustanın X5-idir. Bu da bizim təbii ki, Beyrandır. Sizə bir faydalı məlumat vermək istəyirəm. Sürücünün necə alverçi olub-olmadığını bir neçə detalla ayıra bilərsiniz. Bax, bunu da indi qeyd edəcəm mən sizə. Onlardan birincisi, satan şəxsin, yəni alverçinin nömrəsini xüsusi proqramlarda nömrəsini qeyd edirsiniz. Və kontaktda onun hansı adlarla qeydiyyatda olduqlarını görürsünüz. İkincisi, elan saytlarında bir çoxumuz gördüyü kimi maşının nömrəsini xüsusən bağlayırlar. Və onu da maşını artıq başı keçirdən zaman maşının nömrəsini görüb, indi öz maşınımı da mən sizə orada nümayiş elətdirəcəm. Maşının nömrəsini görüb və Google-da axtarış bölməsinə həmin maşının nömrəsini qeyd edərək sizdən əvvəl hansı məbləğə satılıb, kimə satılıb, hansı nömrələr orada qeyd olunub, hamısını siz orada görəcəksiniz. Bir çox faydalı məlumatları bilmək istəyirsənsə, bir komment və bir like atmağı unutma. Ustamız bu dəqiqə diaqnostik eləyir. Görəyən hansı xətaları çıxardacaq. Və gözlənilən o vaxt artıq gəldi çatdı. Bu dəqiqə maşınımızı kodlayacaqlar. Mən sizə səsini göstərəcəm. Ondan sonra remini çıxardacaqlar. Və bunun həlli remendir. Hal-hazırda remeni çıxardacaqlar. Yeni bir remenlə əvəz olunacaq. Ondan sonra mən sizə yenidən videosunu çəkib göstərəcəm. Hal-hazırda ön pərdə çıxartmağa çalışırıq. Ön pərdə çıxdıqdan sonra artıq remeni əldə edəcəyik. Kriminal iftaritet. Mən yanım belə sən çək hamısını. Naturalni kriminal iftaritet. Harda aç, orada baş. Yeməkdən sonra yatmaq istəmirsən? Motorda əslində zaman yatmaq olar. Gör neyəsən? Və artıq zapçaslarımız gəlib. Bizim korobkanın nasazlığında mən düşünürdüm ki, artıq korobka vurubdur. İnternetdə biraz araşdırdım ki, əgər korobkada hər hansısa bir nasazlıq baş verəndə adətən korobkada işarə olur. Bir sarı işarə olur, bir də qırmızı işarə olur. Yəni ən pikə qırmızı olur. Mən sizə indi hal-hazırda hansısa bir yerdə onu göstərməyə çalışacağam. Adətən işığı necə olur. Və bu bizim korobkamızın trosudur. Mən sizə korobkanın trosu necə olur və altından da çəkmişdim. Mən onu da sizə göstərəcəm ki, məlumatınız olsun. Trosu tam birləşmə nöqtəsindən daxildən qırılıb. Və ona görə də daxildən bıçaq PPS stabilliyincə, PPS-də ağırlıq. O ilə bir yerdə də biz bilmirəm indi düz deyirəm yoxsa yox, bu bizim sırğalarımızdırsa deyəsən almacıqdır. Yoxsa bu bizim deyil, tam əmin deyirəm, amma indi çəkə-çəkə mən sizə məlumatları deyəcəm. Hansı zapçaslarımız gəlib və hansılar gəlməyibdir. Murad usta hal-hazırda bizim maşınımızda. Elə bir ki, bizə Pavarotin qulpu qırılmışdır. Murad usta hal-hazırda onu çıxardır və yenisi ilə əvəz edir. 25 ulduz. Usta tələbə gəlsə gəlib götürərsiniz? Həri, 100 saat. ver mənə. Təzəsi üstündədir. Taxılıb deyə yerdə sallanır. Artıq ustalarımız başlayıblar sökməyə. Bu dəqiqə sırğalar çıxır artıq. Köhnəsində bizdə baxın, burada rezinlər deşilmişdi. Çox əcayib bir vəziyyətdə idilər.
Hal-hazırda söküntü işləri gedir. Burasını da uşaqlar balıqxanaya gedəndə altında daş olub görməmişəm dərslikdən. Yəni ustalarımız hal-hazırda ikinci sırğanı da taxdılar. Yəni ilk baxışda mən oturub düşünürdüm ki, bəlkə də çalışsam özüm də eləyə bilərəm, amma gördüm ki, yox. Yəni burada ustasız artıq variant yoxdur. Çünki həqiqətən burada məhz bu dəmirdir və bu dəmirdir. Sırf buradan keçirtməklərdə çox ciddi bir problemlər olur. İndi hal-hazırda çöldə bir dənə də X5 var. Yəni bir dənə də maşınımız var. Baxın, burada bir 46-mız var idi. Hansı ki, onun üst dəxəvi də əsəri kimi şeylər idi. Bir dənə də X5-imizdir. O da ki, bilmirəm, nəsə baş veribdir. Deyəsən bizim X5-dir bu da. Bu X5-imizin də deməli gedib ustaya Bu X5-imiz də gedib bir ustanın yanına və olursa növbəti bir qurban olubdur. Usta götürüb bu maşının həm babini, həm sveçasını dəyişibdir. Babinlər qaydasındadır, amma ki, üstündəki sveçaları sırf X5-ə məxsus sveçalar yerləşdirməyib. İndi hal-hazırda da ki, X5-də yanacaq sərfiyyatı daha çoxdur, həm də ki, maşında müəyyən qədər boğulmalar var. Mən bildiyim qədəri ilə bu qədərdir. Hal-hazırda baxın, sökülmüş vəziyyətdədir. Amma bizim ustalar da ki, hal-hazırda artıq almacıqları açdılar. Almacıqlar indi taxılacaq. Söz deyim, işte bu. Almacıq burada harda, değil mi? Odur. Vurur deyim mən bilirəm axı. Muradın yəni köyüz orada. Baxır. Uzar olardan ne var? Kırılıptı burada. Matrosu var kırılıp. Deməli Murad, internetdə araşdırdım ki, əgər xarabda olursa, Sanki o dersin kesersen, gözden ustam canlı yayında da olmaz. Şimdi ne yapayım? Karşısında gelir yana. Sen imkan vermiyorsun değil mi? Olmaz. Yok. amma bizim halda isə, yəni korobkada elə bir çek yoxdur, elə bir icon yoxdur. Dediyim kimi, burada ekranda görəcəksiniz hansı lampada işıq yanır, açar şəklində olur. Bizim halda isə sadəcə korobkada Ne böyle şişsin D hərfi priborda əks olunmur. Maşın sanki mən deyərdim ki, sırf birinci skoristə gedir. Yəni mən onu elə adlandıra bilərdim. Çünki maşının roboku böyük olur, amma ki növbəti belə deyək də pilləyə keçirtmir. Və Murad da burada deyir ki, səbəbi budur. Olsun bu hisse var. Düz gelir buradan eski yana yıkılır. Ama o demek ki buradan kırılıp götürür. Əzizlərim, indi mən sizə çəkib bunu da göstərəcəm, izah eləyəcəm. Hal-hazırda ustamız artıq burada almacığımızı, köhnə almacığı üstündən çıxardır. Ay Murad, xarab olan almacıqla yeni almacığın necə yəni bilmək olar ki, artıq yetişmir? Burada birbirini mesela oynadığında tak seslenir. İndi biz onu çıxardanda biləcəyik. Bəli. İndi biz O en esası maşının üzerinde bildirir. Baba bu hisseden, bu hisseden. Takıltılar bilir. Onun pulunu almamış biz. Almamışım ya da. Nereden alır? Aptekten. Aptekte satılıyor, bu yanlış aptekte satılıyor. Araz markette var. Ben ne verdim bana? Ana bu da değiştirmeli. Son bir şey dikkatine bak. Yani görev varsa seçeceksin. Yok sonra bir deferi olanda satılıyor. bu sonradan yenidən üstünə taxıla biləcək bir şey deyil. Ne var ya yani? Yəni bu Yok. Bu açılmalıdır buradan sonra. Ya da buradan açanda sancılarını değişecek. o da olmasa yenə də qalır növbəti günə. Yox, elə eləməyək də. Böyle bir tane maratonuna göre klinik varsa da yani bu çırıktır. Bunu takmağın ki buranın mahiyyəti yoxdur. Toz yığacaq ya da palto olacaq. İndi Ramin ustamız hansısa bir dükana yığacaq. Pulnik deyirlər. Pulnikdir də. Yəni biz buna Loride el arasında rezin deyə bilərik. Prujin rezin kimi, amma qanuni bunun adı pulnik imiş. Hansı ki bu orada olmağın da şərti oymuş ki, yağışdan, palçıqdan, sudan qorunması üçün. Yəni texniki təminatı onun üçün. İndi hal-hazırda Ramin usta artıq dükana yığır, pulnik yaddan çıxıbdır. Bir dəqiqə pulnik atlaracaq. Detalları da izləyib göstərəcəm mən sizə. Və uşaqlar,
Ustalarımızın diqqətsizliyi nedeniyle pılnik adlanan detalı almağı yaddan çıxdı. Neyse. Nasıl səgiş söymedi. Ya ben söyleyeceğim. Ben derbe kendim. Aa, sen tekerin berbat günler. Ne olub? Pakışka da alınmalı. Partiya bilər ha. Bali. Bu hardan baş verir amma ne tar olur ya bu? Onu da vaxtı keçir. Rezin olur plastik. Plastikləşir. Plastikləşdikcə belə Murat bir də söz deyim sənə. Maşınla misal üçün bax döngədə gedirəm. Belə deyək də Furaxanın döngəsindən o fikir vermişdim. Döngədə maşını abarat verəndə ortadan sanki kardana səsi gəlir. Nədə səs verir? o antizanosun səsi. Maşın yeni sürüşmək istəyir. Antizanosun səsi. Antizanosun səsi. Abarodu alır ayağının altında. Yox. Amma ki sənə belə bir şey deyə bilərəm ki, sırf elə bir ki kalıpların altından gəlir bu səs. Yəni karda yadımda da bir dəfə 96. Onun səsi kimi gəlir. Çox şeydir. O da var, dibinə bax. Qırılıb görsən. Dib sən görə bilsən. Hə, yetişib hə o da. Ama havalatda o onu eləyə bilməz. Havalatda ise o işin başqa şey. Bu işi bakmalıyım. Çünki böreğindəndir. Ya kuruğa girəndə çalışacağam videosunu çəkim. Videoda göstərim. Qırmızı kitaba düşmüş bir maşındır mənim üçün. Çünki X5 mənim üçün bir əfsanədir, necə ki 39. Amma yenə də X5 yəni BMW-lərin şahı deyə mən onu deyərdim. Necə ki Mercedes-də kabandır, yəni belə kaban görünüşünə bənzəyir, amma mənim üçün X5-in görünüşü elə kabandır. Hal-hazırda artıq Karovkanın trosu sökülür. Mənə maraqlı olan bir fragment var, o da buradır. Yəni o buradan necə çıxacaq? Hal-hazırda da sökülür, baxaq görək necə baş verəcək. Söz deyim, ya bunun altından niyə belə yağ axıdır? Daşan yeri var ona görə. Hər yerə yayılır özdə. İndi mən sizə aldığımızı göstərəcəm. Bir də ki, indi hal-hazırda istifadə olunmuşu göstərəcəm. Baxın, bir bunun dəmirinin düzlüyünə baxın. Bir də bunun dəmirin əyriliyinə baxın. Kadar böyümemiş. 17 lira, biri buradan biri buradan. Tut at ki bunu çıkart. Hə. Bu da çıxsın ki oradan onu trosu dartanda. Usta hal-hazırda artıq yönləndirməni verdi. Nəyi necə açılacağını izah etdi. Buranın üstü ümumiyyətlə canlı əfsanə kimi bir şeydə maşındır. İmkan verdim. Cəmaatın 1350 manat dediyi problemi 25 manatla həll elədim. Yaxşı, indi mənə nə düşür yaxşı? Sən burada bax, eminim bax burada aşağıda bir dənə yerdə nömrəvi qeyd edirəm, ünvanımı qeyd edirəm. Tökürəm hamını sənin üstünə. Yəni sübutla çəkmişəm ha, sübutla izah eləmişəm ki, məsələ elə olub. Allah haqqı, bax, ünvanların prosta deməyəcəm. Üstdən ustaya yana getdim. Üçü də dedi ki, Porsche-dəndir. Heç bir də stakançıq demədi. Yağ yeməyinə də dedilər ki, motorun orta o dəmiri olur. Antifrisin hansı ki keçən yerdə. Hə, qalovkan nəzir dəmir kimi nəsə olur orada. Onlar da çöndülər dedilər ki, antifrisin oradan gedir. Amma sən dedin ki, motorun arxasında orada pas yeri var. Oradan tökülür o. Cəmaatı 1350 manat, 1300 manat zibilə salmaqdansa, ondan sonra gəlib YouTube-da zətdə bir dənə kursa baxın, nəsə bir təlim götürün. Yəni onsuz da mən bu videoda böyük danışmaq da istəmirəm. Amma ki gözümlə gördüyümü mən sizə deyirəm ki, üç ustanın yanına getdiyimə baxmayaraq, üçü də mənə Porsche-dən nağıl danışmağına baxmayaraq, ustam hansı ki, yəni getmirdim də mən onun yanına. Çalışırdım ki, əziyyətə salmaq istəmirdim də, yəni. Buradan sizə videonu göstərə-göstərə problem aradan qaldıra-qaldıra bir-bir məsələ etapları başa salacağam və sizə sübut eləyəcəm ki, yəni həqiqətən bu belə idi. Yəni usta uşaqlar, usta seçimində yəni çox ciddi yanaşın. Çünki məsələ pul məsələsi deyil də. Siz onsuz da bunu düzəldəsiniz, yəni də bu problem aradan qalxmır. Həkim kimi bir şey də, yəni bir həkimin yanına gəlsən birindən deyir. Çünki bunun təcrübəsi 20 il, 30 il olsa da yenə də hardasa kifayətlənmir. İndi hal-hazırda trosumuzu dəyişəcəklər. Karovkadan deyə dəyişəcəklər.
Korobkadan çıxardacaqlar, dəyişəcəklər artıq. Ondan sonra onu da test edəcəyik. Deməli uşaqlar, artıq gecə oldu. Maşınımızı Ramin usta ilə Murad usta tamamladılar. Çünki gözlənilməz problemlər baş verdi. Hal-hazırda maşını biz bu vəziyyətdə idarə edəcəyik. Biraz apaslı olsa da. Çünki maddə vurulub. Mənim də şəxsi işlərimlə bağlı maşın hərəkət etməlidir deyə mən maşını burada qoyub gedə bilmərəm. Murad usta da Ramin usta da dedi ki, biz maddəni vurmuşuq, maddə biraz pas açmalıdır ki, orada buranı yığacağıq da. Yəni ifadələri belə oldu. Almacıqlar taxılacaq və biz Ölüxanadan Pavorotnik sifariş vermişdik. Daha doğrusu Pavorotnikin qulpunu. Onu da çöldə qoymuşuq çünki o da hələ yığılasıdır. Hələ ki maşın tamamdır. İndi artıq qismət olsa sabah artıq son olacaq. Bu işlərinin də artıq yekunlaşdıracağıq sabah. Görək necə olur. Və sizə belə bir şey deyim. Maşın mənə necə əldə etmişəm. Onun videosunu mən sizə çəkib göstərə bilmədim hələ ki, amma çəkəcəm onu da. Deməli burada belə bir şeylə rast gəlmişəm. İndi onu mən sizə göstərmək istəyirəm. Baxın, məndə elə bir ki, rul qaldırıb endirən mexanizm rıçaqla deyil, avtomatikdir, yəni motora bağlıdır. Görürsünüz, bax bu motora bağlıdır birbaşa. Və onun da altında çəkməyi unutdum deyə burada onu göstərə bilmədim. Onun predoxraniteli var burada. Və baxın, deməli məndən öncəki sahibkar maşının üstünə predoxraniteli taxıbdır. Okey, yəni problem yox. Baxın görürsüz, predoxranitelin üstündən belə mis bağlayıblar. Niyə də yəni? Yəni predoxranitelin nə qiyməti var ki, bunun üstünə mis bağlayırlar da. Yəni bu maşın nələr çəkib də, yəni öncəki sahibindən. Nəysə biz onu dəyişdik. Mən düşünürdüm ki, rolun qaldırıb endirən motoru yanıbdır. Mən elə ehtimal edirdim. Orada Murad usta Pavorotnikin qulpunu dəyişəndə məhz buna rast gəldi. Buna rast gəlib çıxardanda çöndü, dedi ki, biz predoxraniteli gəl dəyişək yoxlayaq. Murad ustanın deməyi ilə biz predoxraniteli dəyişdik. Elə bir ki, burada hal-hazırda bilmirəm görsənir yoxsa yox, 7,5 yazılıb. Biz 10-luq predoxraniteli taxdıq. İndi onsuz da sabah gedəcəyik Ölüxanaya. Yəni yaxına bir dənə qulpu dəyişəcəyik. Qulpu dəyişəndə onsuz da rol çıxanda alt qapaq da çıxacaq. Mən sizə onu da göstərəcəm necə işlər. Amma hal-hazırda baxın, bundan əvvəl yəni bilmirəm videoda ilk videoda mən sizə bunu göstərmişdim yoxsa yox. Korobkamız belə işləmirdi bizim. Yəni iki əldən zülmlə çəkirdi. PPS deyirlər buna. PPS-imiz xarab idi. Lakin artıq Ramin usta onu da aradan qaldırdı. Amma son gündür bu işlərinin. Hər bir şey aradan qaldırıb artıq növbəti günə keçid edəcəyik. Sağ olun, izləmədə qalın. Dəstəyinizi like'larla görürəm. Kanala abunə olub və like etməyi unutmayın. Növbəti videoda isə maşın mənə necə qismət oldu, mənə necə atdılar, maşın mənə necə başa gəldi və nömrə qarışıq təbii ki, hamısını açıqlamasını verəcəm. Sağ olun, salamat qalın.